أعوذ بالله السميع العليم من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله الذي خلق السماوات والأرض وجعل الظلمات والنور ثم الذين كفروا بربهم يعدلون. الصلاة والسلام على الهادي البشير السراج المنير سيدنا سيد الأنبياء والمرسلين أبي القاسم محمد وعلى آله الطيبين الطاهرين ولا سيما بقية الله العظيم. أما بعد، فقد قال الله تبارك وتعالى في محكم كتابه العظيم ومبرم كتابه الكريم: أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. إن الله يأمر بالعدل والإحسان وإيتاء ذي القربى وينهى عن الفحشاء والمنكر والبغي. صدق الله العلي العظيم. Əziz müminlər, özümü və tamam siz müminlər Allah-u Teala'nın ibadətinə, itaətinə, təqvasına dəvət edirəm. Allah Teala hamımızı imanda sabit yərəm etsin. Əməllərimiz dürüst, niyyətlərimiz saf olsun inşallah. Allah istəyən məqama yüksələ bilək. Təqva deyilən məqama yetişə bilək. Hər bir mümin öz əməli ilə, öz ibadəti ilə, öz itaəti ilə Allah məqamına yüksələ bilər, təqva deyilən məqamı əldə edə bilər. Allah-u Teala insanları faili muxtar xəlq edib. Faili muxtar o deməkdir ki, insan xeyr əməllərdə ixtiyarı öz əlindədir. Yəni, fail muxtar o demək deyil ki, insan şər əməl edə bilər, xeyr əməl edə bilər. Amma fail muxtar o deməkdir ki, Allah xeyr əməlləri etməkdə insanları müstəqil xəlq edir. İnsan nə qədər edə bilsə, xeyr əməlləri yerinə yetirə bilər və o xeyr əməllər ilə də Allahı özündən razı edə bilər. Xeyr əməllərdən biri də Allahın bizə bəxş etdiyi yaxşılıqdır. İnsanlar biri digərinə yaxşılıq etsinlər, biri-birinə ihsan etsinlər. Oxuduğum ayə Nəhl surasının 90-cı ayəsi idi ki, Allah Teala Qur'an-ı Kərimdə buyurdu ki, həqiqətən Allah Qur'anda insanlara ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara haqqı verməyi, kasıb qohum əqrabaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı buyurur. Pis işlər görməyi və zülm etməyi isə Allah qadağan edir. Ayə-i şərifənin zahiri mənası ondan ibarətdir ki, Allah bizləri elə işlər var ki, ona əmr edir, elə işlər var ki, Allah onu bizlərə qadağan edir, nəhy edir. Bu ayənin məzmununda bizlərə məlum odur ki, Allah bütün insanları bu ayədə olan 3 əmələ əmr edir. Eyni zamanda 3 əməli də yerinə getirməyi Allah bizlərə nəhy edir, qadağan etdirir. Dünyada olan bütün yaxşı əməllər, ibadətlər, itaətlər o 3 əməlin içərisində Allah yerləşdirir ki, insanlara əmr edir ki, bunları yerinə yetirin. Amma nə qədər pisliklər var, nə qədər şər əməllər var, Allah yenə o 3 əməlin içərisində yerləşdirir və insanlara nəhy edir ki, o əməllərdən çəkinin. O əməlləri ki, Allah Teala bizlərə əmr edir, yerinə yetirək, biri ondan ibarətdir ki, Allah öz bəndələrinə əmr edir ki, ədalətli olsunlar, ədalətə riayət etsinlər. Ədalət Allahın sifətlərindəndir. Allah öz yaratdığı bütün bəndəsinə özündə olan sifətləri bəxş edir.
o bəxş etdiyi sifətlərdən biri də ədalətli olmaqdır. Ona görə Allah Teala bu ayədə əmr edir insanları ədalətli olmağa və ədalətə riayət etməyə. İkinci o işlər ki, Allah Teala insanlara əmr edib, ehsandır. Ehsan etməyi Allah insanlara əmr edib, dünyanın bütün xeyir əməlləri, bütün savab işləri Allah Teala məhz o ehsan deyilən əməldə yerləşdirir. Allah yanında ən böyük ibadətlərdən hesab olunur. Allah bəndəsinə əmr edir, ehsan, yəni yaxşılıq edin, biri digərinizə yaxşılıq edin. Bu yerdə ehsan üç mənaya alimlər yazır. İnsan üç cür biri digərinə ehsan edə bilər. Üç formada ehsan edə bilər. Biri ondan ibarət insan söz ilə, dil ilə kiməsə ehsan edə bilər. İkinci insan feyli ilə, hərəkəti ilə, əməli ilə kimlərsə ehsan edə bilər. Üçüncü, malı ilə, dövləti ilə, varı ilə insanlara ehsan edə bilər. Amma biz birinci dil ehsanı, yəni danışıq ehsanı, ona ehsan-ı qovlu deyərlər. Bu ehsandan danışaq ki, Allah yanında bəyənilmiş ehsanlardan hesab olunur. Biri-birinə şəriətin hökmlərini öyrədir, şəriətin hökmlərini təlim edir, insanı cahillikdən uzaqlaşdırar, bu ehsanlar içində ən bəyənilmiş ehsanlardan hesab olunur. Çünki cahil olan insan, nadan olan insan, hökmü bilməyən insan ölü misalındadır. Bir insan əgər bir cahili, bir nadanı cahillikdən uzaqlaşdıra, haqqa hidayət etmiş ola, sanki onu diriltmiş kimi olur. Allah Teala bu barədə Qur'an-ı Kərimdə buyurur. وَمَنْ أَحْيَاهَا فَكَأَنَّمَا أَحْيَا النَّاسَ جَمِيعًا Maidə surəsinin 32-ci ayəsində Allah Teala buyurur ki, hər kəs bir kimsəni diriltsə, ölümdən qutarsa, o bütün insanları diriltmiş kimi olar. Həmçinin Əli əleyhissalam buyurur ki, hər kəs bir hərf mənə öyrətsə, məni özünə qul etmiş olur. Yəni, danışıq, dil o qədər gözəl ehsandır ki, Əli əleyhissalam buyurur ki, hər kəs mənə bir hərf öyrətsə, məni özünə qul etmiş olur. Buna görə bir insan bir cahili, bir nadanı nadanlıqdan uzaqlaşdırarsa, ən gözəl ehsanlardan hesab olunar. Eyni zamanda dil ehsanatlardan biri də dua etməkdir. Cəmaat haqqında dua etmək, cəmiyyətin xəstəsi var, xəstələr haqqında dua etmək, Allahdan şəfa diləmək, fəqir varsa fəqirlərin vüsət tapmağına görə dua etmək, müşküldə olan şəxsin müşküldən çıxmasına görə dua etmək, səfərdə olan şəxsi dua etmək, bu da Allah dərgahında ehsan hesab olunur, yəni yaxşılıq hesab olunur. Bunların da böyük savabı var. Hədisdə var ki, 4 növ insanın duası Allah dərgahında rədd olunmaz, qəbul olunur. Biri o şəxslərin duası ki, qəbul olunar ki, insanın ardınca dua edər. Məsələn, bir insan səfərə gedər, ziyarətə gedər və yaxud ailə məişətinin qazandığı üçün gedər, onu dua edərlər. Və yaxud bir insan dünyasını dəyişdirər, arxadan, yəni dünyasını dəyişdirən insanı dua edərlər. Məsələn, deyərlər, Allahümmə əğfir lil-mü'mininə vəl-mü'minət, Allah bağışla mümin və müminələri. Hədisdə var ki, bu insan bunu dua edərsə, qiyamət günü bütün mömin və möminələr o şəxsin
şəfaətin Allahdan istəyərlər, Allahdan dua edərlər. Pərvərdigara, bu şəxs dünyada bizi dua etmişdi, indi bunun da duaya ehtiyacı var. Bu insanlar, bu möminlər, bu möminələr bu şəxsin də şəfaətin Allahdan istəyərlər. Yəni, belə olunan dualar da Allah dərgahından rədd olunmaz, qəbul olunar. İkinci qəbul olunan dua, ata-ananın övlad haqqında etdiyi duadır. Valideyn övladına dua edərsə, valideynin duasını Allah öz dərgahından rədd etməz, o dua qəbul olunacaq. Üçüncü qəbul olunan dua, adil alimin etdiyi duasıdır. Bir adil olan alim, əgər dua edərsə, Allah Taala onun da duasını öz dərgahından rədd etməz, qəbul edər. Dördüncü qəbul olunan dua, məzlumun duasıdır. Bir insana zülm olunan, məzlum olan, məzlumun zalim haqqında etdiyi duası Allah dərgahında rədd olunmaz. Yəni, bunlar hamısı Allah dərgahında ehsanat hesab olunur, yaxşılıq hesab olunur. Eyni zamanda müizə və nəsihət, birinə müizə edəsən, nəsihət verəsən, bu da Allah dərgahında bir ehsandır, sanki ehsan edirsən. Bir insanı doğru yola hidayət edəsən, biləsən bir şəxs doğru yolda deyil, səhv addımlar atır, günah işlər görür. O insanı günahlardan çəkindirmək, o insanı doğru yola yönətmək ən gözəl yaxşılıqlardan, ehsanatlardan hesab olunar. Allah Teala Qur'an-ı Kerim'de buyurur ki, Bismillahirrahmanirrahim, وَذَكِّرْ فَاِنَّ الذِّكْرَ تَنْفَعُ الْمُؤْمِنِينَ Zariyat suresinin 55. ayəsində Allah buyurur ki, sen onlara Kur'an'la öğüt nəsihət ver. Çünkü öğüt nəsihət müminlere fayda verer. İnsanları ayet-i şərifdən məlum olur ki, öğüt nəsihət yalnız Kur'an-ı Kerim'le verilmelidir. Allah'ın kitabı ile insanlara öğüt nəsihət verilmelidir ki, insanlar doğru yola hidayət olunsunlar. Allah dərgahında en güzel ehsanatlardan hesab olunur. Hazreti Resul-i Ekrem sallallahu aleyhi ve sellem buyurur ki, en yaxşı sədəqə dil sədəqəsidir. Dil ilə olunan sədəqə en yaxşı sədəqələrdən hesab olunur. Bir şəxs ərz etdi, ya Resulallah, dil sədəqəsi nə deməkdir? Dil sədəqəsi deyəndə nəyi nəzərdə tutursan? Həzrət buyurdu ki, bir şəxsin şəfaətin Allahdan istəmək, bir əsirə kömək etmək, bir zəifə kömək etmək, yol göstərmək, məsləhət vermək, dua etmək, bir yolun azmış insana həqiqi yolu göstərmək, doğru məsləhət vermək, Allah yanında en güzel sədəqələrdən hesab olunur. İkinci ehsanatlardan ehsan fiili deyərlər, yəni əməl ilə, hərəkət ilə insanlar üçün olunan ehsanatlar, yaxşılıqlardır ki, Allah dərgahında en sevilən əməllərdəndir. Məsələn, bir insan çətinlikdə ola, ona əl yetirmək, bir insanı əgər libası yoxsa, qış havalarında ona isti libaslar vermək, Allah rızası müminlerin ehtiyacını yerine getirmek. Allah Teala şəxsə min yaxşılıq savabı verəcək. Eyni zamanda bir insan birine yaxşılıq edər. Allah Teala o yaxşılığın əvəzində o şəxsin özünün, qohum əqrabalarını, hətta hədisdə var, qonşularının da günahını bağışlayacaq. Eyni zamanda en güzel ehsanatlardan biri de ondan ibarətdir ki, insanların gediş-gəliş yolunda əgər bir maniyə var, insanlar çətinlik çəkir, o maniyəni o yoldan təmizləmək, o da Allah dərgahında en güzel ehsanatlardan hesab olunar. Hətta Allah Teala o şəxs üçün, o maniyəni müminlərin yolundan götürən şəxs üçün Allah Teala 400 ayənin hər ayədə olan bir hərfə Allah Teala
10 yaxşılıq yazacaq. Bu insan bu qədər savab əldə edə bilər. Həqqül Yəqin kitabında yazılır, bir gün Həzrət İsa Peyğəmbər bir qəbrəstanlıqdan keçən zaman gördü, bir qəbr əhlinə əzab olunur, əzab verilir. İsa Peyğəmbər yolun davam etdi. Bir ildən sonra Həzrət İsa Peyğəmbər o qəbrəstandan keçəndə gördü, artıq o qəbr əhlinə əzab verilmir. Əlin götürdü, Allah dəqiqinə Pərverdigara, səbəb nə idi? Bir il bundan qabaq bu qəbr əhlinə əzab verilirdi, amma indi əzabı onun üstündən götürmüşsən. Kitab oldu, ya Ruhullah, bu şəxs ki, dünyasını dəyişdirmişdi, günah əhliydi, günahına görə əzab verilirdi. Amma onun bir övladı, bir oğlan övladı var idi. O oğlan övladı böyüyəndən sonra yaxşı işlərlə məşğul oldu. Yollar çəkdirdi, yetimlərə nəvaziş etdi. Etdiyi əməlinə görə mən onun atasının günahlarını bağışladım. Bu rəvayətlərdən məlum olur ki, həqiqətən bir insan yaxşı bir əməl edə, Allah bəyənən əməli edə, Allah onun valideynini, qohum əqrabasını, qonşularını Allah ona xatir bağışlayacaq. Buna görə Allah Teala insanları yaxşılıq etməyə, bu ayədə yaxşılıq etməyə əmr edir. Hər insan çalışmalıdır ki, yaxşılıq etsin, yaxşı əməllər etsin. Üçüncü ehsan, insan öz varı dövləti ilə ehsan etməkdir. Bir insanın varı dövləti var, onunla da ehsan etmək ən gözəl ehsanatlardan hesab olunar. Məsələn, bir insana, ehtiyacı olan insana borc vermək, bir sailə sədəqə vermək, bir acı doyuzdurmaq. Bunlar ehsan hesab olunur ki, şəxs öz malı ilə, əmlakı ilə ehsan edir. İslamda ehsan etməyin fəziləti çoxdur. İstər Qur'an-ı Kərimdə, istər hədislərdə ehsan etməyi gözəl dərəcələri var. Allah o əməlləri bəyənir. Hər bir müsəlman mömin şəxsə imkan daxilində möhtac olan insanlara ehsan edib, onları sevindirməlidir. Bu əməllə o şəxs Allahı özündən razı edər. Və eyni zamanda Allah Teala'nın rəhmətinə yaxınlaşacaq. Səbəb olar onun ehsanı o şəxsin Allah rəhmətinə yaxınlaşmasına. Allah Teala Qur'an-ı Kərimdə buyurur ki, İnnə rəhmətəllahi qəribun minəl muhsinin. Ərəf surəsinin 56-cı ayəsində buyurur ki, həqiqətən Allahın rəhməti, Allahın mərhəməti yaxşılıq edənlərin, ehsan edənlərə daha çox yaxındır. Bir insan ki, əgər yaxşılıq edə, ehsan edə, bilməlidir ki, Allah Teala'nın mərhəməti ona çox yaxın olar. O şəxs öz əməli ilə Allahın rəhmətini qazanmış olar. Yenə Allah Teala Qur'an-ı Kərimdə Maidə surəsinin 13-cü ayəsində buyurur ki, İnnəllaha yuhibbul muhsinin. Allah ehsan edənləri sevər. Allah yaxşılıq edənləri sevər. Hər kəs yaxşı əməl edirsə bilsin, əgər o əməli Allaha görə edirsə, Allah o əməlinə görə o şəxsi sevir. Eyni zamanda Allah Teala yenə Tövbə surəsinin 120-ci ayəsində buyurur ki, İnnəllaha la yuzu'u əcrəl muhsinin. Həqiqətən Allah Teala yaxşı işlər görənlərin, ehsanat edənlərin mükafatını zayi etməz. Yəni, bir insan əgər yaxşı əməl edirsə, Allah Teala heç zaman heç bir şəxsin əməlini zayi etməz. Allah hər bir şəxsə onun gördüyü əməlinin mükafatını verəcək. Ehsan edən şəxs, ehsan edən şəxs, yaxşılıq edən şəxsin birinci növbədə gərək niyyəti xalis olmalıdır. Saf niyyəti olmalıdır. Etdiyi əməlin
Allaha görə etməlidir. Bir insan kiməsə xatir ehsan edirsə, kiməsə xatir yaxşılıq edirsə, Allah dərgahında o ehsanat məqbul sayılmaz, bu dərəcəli o şəxs ala bilməz. Yalnız Allaha xatir, Allah üçün olmalıdır. Hər nə edərsə, Allaha xatir etməlidir, Allaha görə etməlidir. Etdiyi əməlinin mükafatını Allahdan istəməlidir. Yəni, bir şəxsə əgər biri kömək edirsə, onun boynuna minnət qoymamalıdır ki, mən sənə kömək etdim. Yəni, elə kömək etməlidir ki, qəlbində zərrə qədər riya olmasın, etdiyi əməlin Allaha həvalə etsin. Allaha görə etsin ki, Allah o şəxsin mükafatını versin. Məsələn, bir insan sədəqə verir, yemək verir, mədrəsə tikir, məktəb tikir, məscid tikir, yol çəkdirir, körpü qurdurur. Bunlar hamısı Allah dərgahında ən sevimli ehsanlardan hesab olunur, ən gözəl ehsanlardan hesab olunur. Allah o şəxslərin gördüyü bu işlərinə görə onların mükafatını verəcək və etdikləri əməllərin heç zaman Allah zayi etməz. Yalnız əməli niyyətə bağlı olsun. Əl-əmalu bin niyyət. İnsanların gördüyü əməllərin hamısı onların niyyətinə bağlıdır. Əgər niyyət xalis olarsa, əgər niyyət saf olarsa, o zaman etdiyi əməlinin də bir faydası olacaq. Yox, əgər Allah Teala qarşısında bu insan öz bəndəsini yerinə yetirmək niyyətini etməsə, heç zaman bu insan etdiyi əməlinin mükafatını görmür. Eyni zamanda Allah Teala hər bir insanın etdiyi əməlinin yaxşılığına, bir yaxşılığa Allah 10 qat ona mükafat verəcək. Etdiyi günahının bir dərəcəsinə, bir günaha görə Allah ona bir cəza verəcək. Allahın öz yaratdığı bəndələrinə o qədər mərhəməti var ki, bir günaha görə bir əzab verir. Amma bir xeyir işə görə Allah Teala 10 qat onun əvəzini verir. Allah Teala Qur'an-ı Kerimdə buyurur ki, Mən cəə bil-həsənəti fələhu əşri əmtaliha və mən cəə bil-səyyəti fələ yüzza illa misləhə və həm la yüzləmun. Ən'am surəsinin 160-cı ayəsində Allah Teala buyurur ki, kim yaxşı bir iş görərsə, ona həmin işin 10 qat əvəzi, savabı verilər. Yəni Allah Teala Ən'am surəsinin Qur'anda bu ayəni buyurur. Ən'am surəsinin 160-cı ayəsində kim yaxşı bir iş görərsə, ona həmin işin 10 qat savabı verilər. Kim pis bir iş görərsə, ona həmin işin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz. Bu ayədən məlum olur ki, hər kəs, hər nə yaxşı iş görürsə, deməli özü üçün görür. Hər kəs əməlləri yerinə getirmirsə, yəni özünə zülm etmiş olur. Ədaləti Allah Teala ona görə insanları əmr edir ki, heç kəsin zəhmətin, heç kəsin əməlin Allah zay etməz. Etdiyi əməllərinin mükafatını Allah Teala o şəxslərə 10 qat qaytaracaq. Buna görə Allah öz rəhmini, öz mərhəmətini öz bəndələrinə göstərir ki, ey mənim bəndələrim, Allah xaliq olan, sizi yaradan Allah sizə bu qədər mərhəmətlidir, bu qədər sizə nəvazişdir ki, Allah dərgahında günah etməyin, tövbə edin ki, Allah dərgahına sizin əməlləriniz qalsın. Tövbə edin ki, ibadətlərinizin faydası olsun, ehsanatlarınızın faydası olsun. Etdiyiniz əməlləri, etdiyiniz ehsanları yalnız Allaha görə edin, Allaha xatir edin, niyyətləriniz saf olsun, əməlləriniz dürüst olsun, həqiqətən niyyətlərinizdə riyakarlıq olmasın. Allah Teala'nın izzətinə, zəlalına Allah Teala olunan əməllərimizi, dualarımızı, ehsanatlarımızı qəbul eləsin. Allah Teala heç kəsin əməlin, ehsanatın zayi etməsin inşallah. Bismillahirrahmanirrahim. Qul huvəllahu əhəd, Allahus-samad, ləm yəlid və ləm yulad və ləm yəkullahu kufuvan əhəd. Salavat Peyğəmbər və Ali Peyğəmbərə zikr edin.
أعوذ بالله السميع العليم من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الصلاة والسلام على سيدنا ونبينا وحبيب قلوبنا وطبيب نفوسنا وشفيع ذنوبنا أفضل الأولين وأشرف الآخرين وخاتم النبيين أبي القاسم محمد وعلى علي بن أبي طالب والفاطمة الزهراء والحسن والحسين وعلي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والحجة القائم المهدي صلوات الله عليهم أجمعين لنا دائم من الآن إلى يوم الدين أما بعد قال الله تبارك وتعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم إن الله يأمر بالعدل والإحسان صدق الله العلي العظيم. Allah Teala insanları əvvəlki xütbədə dediyim kimi ədalətə əmr edir. İnsanları biri-birinə xoş rəftar etməyə əmr edir. Biri-birilərinə ehsan etməyə əmr edir. İslam Peyğəmbəri buyurur ki, ən adil olan kəs o şəxsdir ki, bir şeyi ki özünə layiq bilirsə, öz mömin qardaşına da layiq bilsin. Bir şeyi ki özünə rəva bilmirsə, başqalarına da onu rəva bilməsin. Bu insan həqiqi, adil şəxslərdən hesab olunur. Mömin və müsəlman hər nə iş görürsə, ma fərazallah, kəma fərazallah. Yəni, Allah buyurduğu kimi etsin. Allah necə istəyirsə, Allahın istədiyi kimi o işləri görsün. Əgər bir şey ki, həqiqətən düzgündürsə, haqdırsa, onu yerinə yetirsin. O zaman ədalətdən hesab olunur. Və illa, əgər bunun əksin edərsə, bu insan zalimlərdən hesab olunacaq. Ədalət müxtəlif formada ola bilər. Hər bir insan istər cəmiyyətdə, istər ailəsində, istər özü öz nəfsində çalışmalıdır ki, ədaləti bərpa etsin. Çünki ədalət şərtdir insanlar üçün. Hədislərdə var ki, ədalət bir neçə insanlar üçün şərtdir. Birinci, alimlər üçün, üləmələr üçün ədalət şərtdir. Çünki o alimlər ki, insanlar onlara iqtida edir, onların ardınca gedir. O müştəhidlər ki, insanlar onlara təqlid edir. Bunlarda ədalət şərtdir, bunlardan ədalət olmalıdır. İkinci ədalət olmaq şərtdir ki, qazilərdə, yəni hakimlərdə, o hakimlər ki, insanlar haqqında hökm çıxarırlar, hökm verirlər. Çünki deyərlər, məhkəmə ədalətli məhkəmə olmalıdır. Yəni, bunlarda mütləq ədalət şərtdir, bunlarda ədalət olmalıdır. Üçüncü, ədalət şərtdir şahlarda, padişahlarda. Çünki bütün rəiyyət onların hesabına yaşayırlar. Onlar ədalətli olanda insanlar da, rəiyyət də əsayişlə yaşaya bilirlər. Bunlarda ədalət şərtdir. İslam Peyğəmbəri buyurur ki, əgər bir padişah ədalətli olarsa, onun ədalətli olduğuna görə hətta dünyasını dəyişdirəndən sonra torpaq onu çürütməz, o yaşayacaq, qəbrində necə qoyulubsa o cür qalacaq. Torpaq onun bədəninə hətta xəyanət etməz. Bu hədisi Harun Rəşid oxuyandan sonra dedi, gərək mən Peyğəmbərin bu dediyini mən yoxluyum ki, həqiqətən bu düzdür yoxsa düzdür.
əmr etdi, Ənuşiravanın qəbrini açdılar. Gördülər, həqiqətən elə qəbrə qoyulub ki, sanki bugün torpağa qoyublar, sanki bu insan yatır. Amma onun barmağında 3 üzük var. Nəzər etdilər, gördülər, üzüklərdən nə yazılır? Gördülər, üzüyün birində yazılır ki, əgər insan istəsə ki, ömrün xoş keçirə, gərək qənaətlə yaşasın. İkinci üzündə yazılır ki, əgər bir insan istəsə ki, yaxşı yaşasın, dost və düşmənlə müdarə eləsin, yaxşı davransın. Üçüncü üzdə yazılır ki, hər işdə insan gərək məsləhət etsin. Əgər məsləhət edərsə, o insan öz məqsədinə çata bilər. Məmunun vəziri dedi ki, bu üzüklər şaha layiqdir, xəlifəyə layiqdir. Torpaq altında bunların saxlamağa ehtiyac yoxdur. Əgər xəlifə icazə versəydi, mən bu üzükləri bunun barmağından çıxarardım. Məmun öz vəzirinə dedi ki, görürsən ki, torpaq bu şəxsə xəyanət etmir, amma sən buna xəyanət etmək istəyirsən. Və xəlifənin əmrinə yine qəbrin üstünü örtdülər. Yəni, Allah Teala ədalətli olan insanlara o qədər dəyər verir. O qədər dəyər verir ki, hətta Peyğəmbərimiz buyurdu ki, torpaq ədalətli şahları çürütməz, onlara xəyanət etməz. Çünki ədalət Allahın sifətlərindəndir. Allah bəyənən sifətlərində də hər bir insan çalışmalıdır ki, öz üzərində ədaləti bərpa etsin, ədalətli yaratsın. Eyni zamanda ədalət elə bir sifətdir ki, əgər insan öz üzərində onu yarada bilməsə, heç zaman haqdan danışa bilməz. Daim özündən nöqsan görməlidir. Çünki ədalətli olmayan insan daimi nöqsan içində olmalıdır. Hz. Aleyhisselam buyurur ki, 6 şey dünyada gözəldir. Amma bu 6 şey 6 nəfərdə olmalıdır. Əgər 6 nəfərdə olsa daha gözəl olacaq. Biri ondan ibarətdir ki, Aleyhisselam buyurur, təqva və pəhrizkarlıq çox gözəldir. Amma alimlərdə daha gözəl olar. Alim ki, təqva əhlisə, pəhrizkardırsa daha gözəl olar, daha zinətli olacaq. İkinci Aleyhisselam buyurur ki, səxavət gözəldir. Ən gözəl sifət səxavətdir, amma dövlətlərdə daha gözəldir. Çünki insanı var dövlət yaşatmaz. İnsanı var dövlətli olan şəxsi yalnız onun səxavəti yaşadar. Səxavəti dünyada tanıtdırar. Üçüncü, Aleyhisselam buyurdu, səbir gözəl sifətdir. Amma füqəralarda, kasiblərdə, yoxsullarda daha gözəldir. Dördüncü, Aleyhisselam buyurdu, həya gözəldir. Amma qadınlarda həya daha gözəldir. Beşinci, Aleyhisselam buyurdu ki, tövbə gözəldir. Amma cavanlarda daha gözəldir. İnsan nə qədər qocalmayıb, nə qədər cavandır, cavan ikən tövbə eləməlidir. Cavan ikən səhvlərini düzəltməlidir. Altıncı, Aleyhisselam buyurdu ki, ədalət gözəl sifətdir, amma şahlarda daha gözəldir. Aleyhisselam buyurdu ki, əgər alimlərin, üləməların təqvası olmasa, elə bir meyvə ağacıdır ki, o ağac meyvə vermir. Əgər dövlətlinin səxavəti yoxdursa, elə bir səhradır, o səhra göyərmir. Əgər bir fəqirin, yoxsulun səbri yoxdursa, elə bir çıraqdır, o çırağın işığı yoxdur. Əgər bir qadının həyası yoxdursa, elə bir yeməyin duzu yoxdur. Əgər bir cavanın tövbəsi yoxdursa, elə bir çaydır, o çayın, axar çayın suyu yoxdur. Əgər bir şahın ədaləti yoxdursa, elə bir buluddur,
o buludun yağışı yoxdur. Çünki ədaləti Allah Teala öz sifətlərindən qərar verir. Və Allahda olan sifətlər, sıfat-ı subutiyyə deyərlər, 8 dənədir Allahda olan sifətlər, Allah öz sifətlərindən öz bəndələrinə bəxş edir. Allahda olan alim sifət, qadir sifət, müdrik sifət, ədalətli olan sifət, doğru danışan, sadiq olan sifət, Allah məhz öz bəndələrinə də şamil edir. Eyni zamanda ən birinci sifətlərdən biri də ədalətdir ki, Allah bu ədaləti öz bəndələrinə əmr edir. Çünki ədalət dediyim ki, Allahın sifətidir. Amma zülm isə ədalətin əksidir. Zülm zalimlərin sifətindəndir, ədalət isə Allah Taala'nın sifətlərindəndir. Zülm o deməkdir ki, haqsızlıq etmək, başqasının haqqın əlindən almaq, adam öldürmək, qan tökmək, təhqir etmək, böhtan demək, qeybət etmək, malı qarət etmək, bunlar hamısı zalimlərin sifətindəndir. Dünən yenə əskərlərimizin biri şəhid olub, Allah ona rəhmət eləsin. Allah Teala bütün Azərbaycan şəhidlərinə rəhmət eləsin. Yəni bu bir bariz nümunədir ki, Allah Teala Qur'anda buyurur ki, heç zaman şəhidlər ölməz, çünki şəhidlər haqq, ədalət yolunda şəhid olurlar. Zalimlər daimi lənətlənərlər. O zalim ki, həqiqətən zülm edibsə, daimi onlara lənət yağdırılacaq. Necə ki, Bəni Üməyyəyə həmişə lənət oxunur və bundan sonra da oxunacaq. Yəni, kim ki haqqı tapdalayırsa, kim ki haqqı görmürsə, bunlar da zalimdir. Çünki bugün əgər ermənilər zalimdirsə, onları müdafiə edən insanlar da deməli zalimdir. Onlara haqq qazandıran da zalimdir. Yəni, onlar zülm edəndir. Zülmü o insanlar edər ki, Allahı tanımır, Allahı görmür, Allahdan qafildir, Qur'anı qəbul etmir. Bu insan zalim olacaq. Çünki Allahdan qorxan insan, Allahı tanıyan insan heç zaman zülm etməz. Dinindən asılı olmayaraq hər bir insanı yaradan Allahdır. Hər bir insan Allahın tanımalıdır. Ən əsası insaniyyət borcunu yerinə yetirməlidir. Əgər bunu etmirsə, deməli bu insan zalimdir. Zalimlik 3 hissəyə bölünür. Zülm özü 3 hissəyə bölünür. Biri Allaha qarşı olunan zülm, biri insanlara qarşı olan zülm, biri də insanın özü özünə etdiyi zülmdür. Bunlar üçü də zülmdür. O zülm ki, Allah bağışlamaz, Allaha qarşı zalimlikdir, Allaha şərik qoşmaqdır, şirkdir. Böyük zülmdür. Allah belə şəxsin günahını bağışlamaz. Eyni zamanda o şəxs ki, özü özünə zülm edir, öz nəfsinə zülm edir, mümkün tövbə edir, Allah onun günahını bağışlayır. İkinci bir insan haqqın nas, başqasının haqqına girə, başqasının haqqını tapdalaya. Belə bu cür zülmə də Allah Teala heç zaman yol vermir, haqq qazandırmır ki, kimsə kimin haqqına girə. Elə insan da var ki, günah qazanmaqla zalim olur. Çünki Allah şeytana buyurur, sən özün özünə zülm etdin, xaric ol mənim dərgahımdan. Sən özün özünə zülm etdin. Elə insan var ki, günah etməklə zalim olur, zülmü qazanır. Çünki dediyim kimi, bir insan ki, zülm edirsə, zalim olursa, birinci növbədə Allaha qarşı zalim olur. Yəni, Allahı yaddan çıxarır. Allahı unudan bir insan zalimdir. Allahı görməyən bir insan zalimdir. Allah məhəbbəti qəlbində yaşatmayan bir insan zalimdir. İkinci, qarşı tərəf olan zülümdür. İkinci, insan hər nə günah edirsə, bilir Allah Teala mənim bu günahımın cəzasını verəcək. Deməli, insan olur ki, özü özünə də zülm edir. Bu zamanda o insan zalim ola bilər. Və insan günah qazanmaqla özünə lənət də qazandıra bilər. Yəni, bir insan Yezid Məlun günahla özünə lənət qazandırdı. Müaviyə Məlun günahla özünə lənət qazandı. Yəni, günahı toplamaqla zalim oldu. İnsan da bu cürədir. Əgər bir insan
o qədər günah edə, günah bunu haqdan kənar edəcək. Haqdan kənar olan bir insan mütləq zalim olacaq. Bu insanın qəlbi möhkəmləndi, qəsavatı qəlb oldu, qəlb qaraldı. Heç zaman o qəlbdə Allah məhəbbəti olmaz, Allah mərhəməti olmaz. Eyni zamanda Əleyhisselam buyurur ki, heç bir insan etdiyi xeyrxah əməli çox bilməsin, çox hesab etməsin. Nə qədər gözəl əməl edirsə etsin, o əməli az hesab etsin. Bir insan da günahı kiçik bilməsin, deməsin ki, günahım azdır. Günah az olduqca toplanır, yığılır, böyük bir günaha çevrilir. Böyük günah olandan sonra da bu insan zalimlər cərgəsində yazılır, zalimlərdən hesab olunur. Çünki bir insan gərək gizlində də, aşkarda da Allahdan qorxun. Elə bir insan var, aşkarda özünü elə göstərir ki, sanki Allahdan qorxur, amma gizlində heç zaman Allahdan qorxmur. Bütün günahları gizlində edir. Allahdan qorxan insanlısın, nə gizlin, nə aşkar, nə gizlində günah etməməlidir, nə aşkarda günah etməməlidir, insaflı olmalıdır. Hətta bir insan bir şeyə qərar verən zaman, əgər o qərar onun ziyanıda da olsa, haqqı əldən verməməlidir, haqqı deməlidir. Əgər bilək ki, bu dediyim söz mənə zərərdir, amma haqqı deməliyəm. Bu insan haqqı müdafiə etməlidir, haqqı deməlidir. Yox, əgər haqqı demirsə, o insan zalimlərdən hesab olunur, zalim olacaq ki, özü özünə zülm etmiş olur. Allah Teala cənnəti, cəhənnəmi yaradıb, cənnəti yaradıb öz bəndələri üçün. Cəhənnəmi yaratmır ki, bəndə geçsin, cəhənnəmə girsin. Cəhənnəmi yaratmır, bəndə özünü odda yandırsın. Hər kəs odda yanırsa, deməli, o insan özü o odu qazanır. Hər kəs cəhənnəmə girsə, deməli, o insan özü özünə zülm edir ki, cəhənnəmə gedir. Allah heç kəsə zülm etməz. Allah Teala ədalət də adildir, heç yaratdığına zülm etməz. Hər kəs günah edirsə, o cəhənnəmi qazanırsa, deməli, o insan özü özünə zülm etmiş olur, özü qazanmış olur. Allah heç zaman bəndəsini istəməz ki, cəhənnəm odunda yansın. Allah istər ki, bəndəsi cənnət əhli olsun. Allah cənnəti öz xoş bəndələr üçün yaradır, öz təqvalı bəndələr üçün yaradır ki, yaratdığı bəndəsi Allahın o cənnətində yaşasın. Allah Teala verək izzətinə, cəlalən Allah Teala bütün dünyadan gedənlərimizin günahlarını bağışlasın. Allah Teala onlara hamısı cənnət əhlindən qərar versin. Allah bizlərin tövbələrimizi qəbul eləsin. Allah dualarımızı qəbul eləsin. Allah bütün xəstələrimizə şəfa versin. Allah Teala gələcək günlərimizi xeyirli eləsin. Allah Teala şeytana vəsvəsəsini qəlbimizdən uzaq eləsin inşallah. Bismillahirrahmanirrahim. Cəzə nəsrullahi vəl-fəth. وَرَيْتَ النَّاسَ يَدْخُلُونَ فِي دِينِ اللَّهِ أَفْوَاجًا فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَاسْتَغْفِرْهُ إِنَّهُ كَانَ تَوَّابًا